Salam, hər vaxtınız xeyir olsun əziz müəllimlər. Bildiyiniz kimi may ayının 2-si və bu gün də 3-ü hal-hazırda Naxçıvan Muxtar Respublikasında sertifikatlaşdırma prosesinə start verilib. Hər bir müəllimə uğurlar arzulayıram. İnanıram ki, hər biriniz uğur qazanacaqsınız. Qısa da olsa müəllimlərin dilindən eşitdiyimiz situasiyaları sizin nəzərinizə çatdırmaq istəyirəm. Qeyd edim ki, əziz müəllimlər, heç də çətin yanaşma deyil. Dərslərdə, təlimlərdə istifadə etdiyimiz mövzular əsasında hazırlanmış sual tipləridir. İlk sual belə idi ki, dərs zamanı sinifdə səs-küy yaranır, şagirdlər arasında xaotik davranış müşahidə olunur, müəllim vəziyyəti idarə etməkdə çətinlik çəkir. Bu problemin qarşısını almaq üçün ən effektiv ilkin addım nədir? Əlbəttə ki, sinifin idarə olunmasında əsas faktorlardan qayda prosedurlardır. Burada da düzgün cavabımız olacaq B variantı. Çünki nə etməkdir? Qayda müəyyən etmək lazımdır. Bilirik ki, qayda tərtib olunur, prosedur isə tətbiq olunur. Ən məşhur imtahanların olmazsa olmazı Bloom taksonomiyasından bağlı növbəti sual düşüb və onu da qeyd edim ki, heç də çaşdırıcı məqam kimi təqdim olunmuyor. Verilmiş mətni oxuyaraq onun əsas ideyasını müəyyən et. Bu ideya ilə bağlıdır. Şəxsi mövqeyini əsaslandır. Bax, şəxsi mövqeyin, öz sözün, öz münasibətin dəfələrlə təlimlərdə demişik, dəyərləndirmə mərhələsi olacaqdır. Üçüncü sualda aktual mövzulardan biri olan bullyinglə bağlıdır. Deyir, sinifə yeni gəlmiş şagird digər şagird tərəfindən lağa qoyulur. Müəllim bu davranışın təkrarlandığını müşahidə edir hətta. Bu halda müəllimin ən uyğun yanaşması nə olacaq? Dərsi dayandırmadan sərt xəbərdarlıq etmək. Yox, dərsi dayandırmadan özə sərt şəkildə, ümumiyyətlə sərt şəkildə yanaşmaq, mühakimə etmək bu tədris prosesində yol verilməzdir. Sinifdə empatiya, hörmət mövzusunu müzakirə apararaq fərdi söhbətlər təşkil etmək, bəli, doğrudur. Ən məqsədə uyğun cavabımız elə B variantı olacaqdır. Dördüncü sualına davam edək. Summativ qiymətləndirmə, məktəb daxili qiymətləndirmə mən hər zaman deyirəm ki, aktuallığını qoruyub saxlayıb və davam edəcək də qoruyub saxlamaqda. Summativin əsas məqsədi nədir? Şagird nailiyyətini ölçməyə xidmət edir, məzmun standartlarının mənimsənilməsinə xidmət edir, kəmiyyətlə, yeganə tək qiymətləndirmədir. Cavab ilə A variantı olacaqdır. Qiymətləndirmənin növləri əlbəttə ki, deyir, aşağıdakılardan hansı yanlışdır? Çox oxumaq istəmirəm, elə birbaşa olaraq D variantına baxaq. Deyir, diaqnostik qiymətləndirmə bölmə sonundadır. Xeyr, bu sualları inanın tam səmiyyətimə dəfələrlə işləmişik də. Yəni, metodikanı oxuyursansa, təlimlərdə iştirak edirsənsə, yaza biləcəksən. Diaqnostik qiymətləndirmə nədir? Bölmə sonunda yox, tədris ilinin əvvəlində, bölmənin əvvəlində sinifə yeni şagird gələndə həyata keçirmə məqsədə uyğundur. Şagird üçün risk daşımır. Həmçinin mövcud vəziyyəti yoxlamağa xidmət edən məktəb daxili qiymətləndirmədir. 6-cı sual deyir, davranışın idarə olunması ilə bağlı sual müəyyən olunub burada. Müəllim deyir, qaydaları tətbiq etsə də şagirdlərdə davranış problemləri davam edir. O problemin səbəbini araşdırır, uyğun müdaxilə edir. Nəticədə davranış da deyir, yaxşılaşır da. Situasiya ilə bağlı hansı fikir yanlışdır? Yanlışı istəyir. Deməli, müəllim müşahidəyə əsaslanaraq düzgün yanaşma seçir, bu doğrudur. Bax, deyir, müəllim qaydaların sayını artırır. Yanlışdır. Biz demişik axı, qaydaların sayı 3-5 arası olmalıdır. Çox qayda tətbiq etmək yoruculuq təşkil edəcək. Ona görə də o düzgün olmayan yanaşma kimi qiymətləndirilməlidir. 7-ci suala baxaq. Şagirdin valideyni dərsdən sonra onu götürmək üçün gecikir. Müəllimin ən düzgün yanaşması nə olacaq? Müəllim bu zaman nə etməlidir? Əlbəttə ki, təhlükəsiz təhsil mühitini təmin etməlidir və valideynlə əlaqə yaratmalıdır. Bax, məktəb valideyn əlaqəsi də burada öz əksini tapmışdır. Qrup işi. Qrup tapşırığını yalnız bir şagird yerinə yetirir, digərləri pasiv qalır. Müəllim burada nə etməlidir? Əlbəttə ki, burada rolları bölmək, vəzifə bölgüsü etmək və hər şagirdin iştirakını təmin etmək məqsədə uyğun faktordur. Əziz müəllimlər, hər birinizə uğurlar arzulayıram. İnanıram ki, imtahana hələ bir müddət qalıb, kifayət qədər zamanımız var. Yenə də gec deyil, öz üzərimizdə çalışıb, səy göstərib nəticə əldə edə bilərik. Sonda isə hər birinizdən xahiş etmək istəyirəm ki, kanalı paylaşın, abunə olun, fikirlərinizi rəy bölməsində yazmağı unutmayın. Təşəkkür edirəm hər birinizə.